olacaqsınız və balkonun mənzilə qatılaraq və mətbəxin də uzun ölçülü bir qonaq otağı var. Hər vaxtınız xeyir dəyərli izləyicilər. Nəsimi rayonundan salamlayırıq sizi. Azadlıq prospekti Axçı Səhmgül salonunun yanı və bu ərazidə tanınan binalardan olan Rifah Plazada 17 mərtəbəli yeni tikilinin 17-ci mərtəbəsində üstündə 1 mərtəbə mansard hissə var, tam mərtəbə var demək olar üstündə. Sadəcə lift olaraq 17-nin 17-sidir. Lakin üstü açıq deyil, bir daha təkrarlayıram. 18-in 17-si deyə bilərdim. Lakin lifti görüb soruşacaqsınız niyə belədir, onun da izahını verirəm. 18-ci mərtəbə mansard hissədir, lakin tam əhatə eləyir binanın üst hissəsini. 79 kvadrat ölçü, bir otaqdan 2 otağa düzəlmə və mənzilimizə start olaraq təyin edilən qiymət 250.000 manatdır. Xol hissədir hal-hazırda. Proyekt prezilkanı izah edəcəm sizə. Giriş qapınızı görməkdəsiniz. Giriş qapısından girdikdə mənzilin ümumi sanuzeli yerləşir. Burada isə texniki otaq və camaşır otağı yerləşdirilib. Daxilində paltaryan və paltar qurudana qədər var. Geniş bir xol hissə qarşılayır bizi. Divarlar divar kağızıdır və burada isə belə bir tambo yüzüdən istifadə edilib. Burada mənzilin yataq otağı, qonaq otağı yerləşir. Daha sonra 2 otağa düzəlmə isə bu gördüyünüz yataq otağı böyük ölçülü olub və mənzilin balkonu olub. Balkon evə qatılaraq yataq otağı da ortadan bölünərək qarşısında mətbəx və yataq otağının havalandırılması üçün belə bir tam boy forçuqa düzəldilib. Sırayla davam eləyək. Giriş qapısından girdikdə sanuzel yerləşir demişdim. Oranı göstərim. Tam sanuzeldir və əla teksturalı qranitlərdən istifadə edilib. Böyük ölçülü bir sanuzeldir. Yəni 79 kvadrat ölçü göstərir mənzildə özünü. Suşolkaya qədər, paltar asılqanlıqlarına qədər, duş aksesuarlarına qədər hər şey tam olaraq quraşdırılıb. Divar içi unitaz və belə bir moydadır, gizli işıqlı güzgü ilə yerləşdirilmiş vəziyyətdədir. Davam eləyək. Camaşır otağında təqdim edəcəm sizə. Buranı həm də texniki otaq kimi istifadə edə bilirsiniz. Paltar asılqanı da quraşdırılıb burada. Birbaşa şaxtaya çıxışı var bu otağın və paltar qurudan və paltar yuyan hər ikisi quraşdırılmış vəziyyətdədir. Mənzildə balkon olmadığı üçün bunu nəzərə tutub ev sahibi belə eləyib. Həm asılqanlığı bura quraşdırılıb gördüyünüz kimi, həm də paltar qurudan yerləşdirib bura. Paltar yuyanla birlikdə. Üst hissələr isə şkafla tərtib edilib. Əlavə əşyalarınızı tam olaraq yerləşdirə bilərsiniz bu otaqda. Bir kondisioner düşünüb və o kondisioner də AUX inverter markalı bir kondisioner, böyük ölçülü 60 kvadratlıq bir kondisioner quraşdırılıb ki, həm yataq otağını, həm qonaq otağını görsün. Qonaq otağından başlayaq, davam eləyək. Döşəmədə xol boyu qranit döşəmədir, xol və sanuzel. Otaqlarda isə dikt və laminat yerləşdirilib. Uzun ölçülü bir qonaq otağı var, lakin eyni də kifayət qədər var. TV yerləşimi burada nəzərə alınıb. Yumşaq mebel dəstənizi sol divardan rahatlıqla istənilən ölçüdə yerləşdirə bilərsiniz. 3 otaqlı qonaq otaqlarının, 3 otaqlı mənzillərin qonaq otağı uzunluğundadır. Və 2 otağa düzəlmə məhz balkonun yarım vitraj pəncərəsi var buradan. Qarşısı açıq gün düşən mənzildir. Baxış istiqaməti Azadlıq prospektinə, belə deyək, İnqilab istiqamətinə, Gənclik istiqamətinə baxışı var. Yəni, baxış keçirdiyiniz zaman şahid olacaqsınız və balkonun mənzilə qatılaraq və mətbəxin də, belə deyək, yataq otağı ilə arası bölünərək mətbəx bura atılıb. Yəni, pəncərəli hissəyə mətbəx atılıb və belə bir mətbəx mebeli yığılıb. Soyuducu yerləşdirilib, qab yuyan yerləşdirilib, elektrik sobası, qaz sobası və gizli aspiratora qədər quraşdırılıb və kombi kollektor sistemi də burada yerləşdirilib, birbaşa çölə çıxışı təmin edilib. Yataq otağından göstərdiyim forçuska yenə açıla bilir vəziyyətdədir. Yataq otağının havalandırması üçün hər iki tərəfdən açıla bilir bir forçuskası var. Buranı da təqdim edeyim. Son olaraq sizə orada da yenə əşya planlaması edilib. Belə yataq otağı da demək olar ki, kifayət qədər genişlik var. Əşya planlaması edilib. Yatağın yerləşimi sağ istiqamətdən nəzərə alınıb. Tumbaların üzəri asma işıqlandırmalarla bəzədilib. TV yerləşib burada. Make-up yerləşimi üçün yəni fen və digər elektrik cihazlarını istifadə üçün yer nəzərə alınıb. Və qardırob mebeli də istər künc, istər bir tərəfli olmaq üzrə
girişdən, otağa girişdə sağda burada yerləşdirə bilərsiniz. 79 kvadrat ölçü, 17 mərtəbəli Plaza Residence binanın 17-ci mərtəbəsi, 2 otağa düzəlmə, start qiymət sənəd çıxarışdır, yəni qupça, start qiymət 250.000 manat. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə reklam. Get a good job, don't slack off. Wake up every morning, make a good impression on your boss. Don't do anything that I wouldn't do. And when you make it